Horadiz, Zəngilan, Ağbənd avtomobil yolunun inşası gələn ilin ikinci yarısı başa çatacaq. Layihə üzrə 24 körpünün tikintisi nəzərdə tutulub. Onlardan 23-ünün tikintisi artıq tamamlanıb. Bir körpüdə isə işlər davam etdirilir. Horadiz, Ağbənd dəmir yolu xətti üzrə görülən işlərin isə 68% tamamlanıb. Daha ətraflı Zəngilana ezam olunan xüsusi müxbirimiz Rəşad Vəkiloğlu məlumat verəcək. Horadiz-Ağbənd dəmir yol xəttinin 67-ci kilometrli Həkəri stansiyası, hansı ki Zəngəzur dəhlizini əhatə edəcək 9 stansiyadan biridir bu stansiya. Və hazırda stansiya ərazisində dəmir yolunun üst qatı üzrə işlər demək olar ki tamamlanmaq üzrədir və verilən məlumata görə yalnız bu stansiyaya qədər işçi qatarların hərəkəti mümkündür dəmir yol xəttində. Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 km, yan yollarından biridə isə 140,6 km təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın, 40 körpünün, 22 avtomobil keçidinin, 4 tunelin, 3 qaleriyanın və 600-ə yaxın mühəndis qurğusunun inşası nəzərdə tutulub. Ümumilikdə isə tikinti quraşdırma işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə Horadiz, Yuxarı Mərcanlı, Şükürbəli, Soltanlı mənzillər arasında işlər həyata keçirilir. Demək olar işlərin böyük hissəsi tamamlanıb. Artıq dəmir yolu vasitəsilə Araz İqtisadi Zona Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. İkinci mərhələ üzrə Soltanlı, Qumlaq, Həkəri, Minciman stansiyaları əhatə edir. Bu mərhələ üzrə də torpaq işləri və mühəndis qurğularının tikintisi artıq tamamlamaq üzrədir. Ümumi uzunluğu 110 km, Zəngəzur dəhlizinin bir hissəsi olan və Azərbaycanın əsas hissəsini Naxçıvana birləşdirəcək Horadiz-Ağbənd dəmir yol xəttinin 99-cu kilometrliyindəyik. Hazırda burada paralel olaraq həm yolun tikintisi, həm də dəmir yol xəttinin tikintisi sürətlə davam etdirilir. Məlumat üçün bildirək ki, dəmir yol xətti boyunca müxtəlif ərazilərdə su ötürücü qurğular, tunellər və relyef təhlükəsindən dəmir yol xəttini qoruyacaq qaleriyalarında inşası həyata keçirilir. Hansı ki, Ermənistanla sərhədə qədər 3 qaleriyanın tikintisi nəzərdə tutulub ki, onlardan da ikisinin son tamamlanma işləri başa çatmaq üzrədir. Bu hissədə torpaq işləri, mühəndis qurğularının tikintisi, o cümlədən 3 tunel və 2 qaleriyanın inşası sürətlə davam etdirilir. Tunellərdə artıq tikinti quraşdırma işlərinin 71% tamamlanıb. Regionun gələcək müqəddəratını həll edən ölkəmiz üçün beynəlxalq və ən vacib layihələrdən biri olan Horadiz, Cəbrayıl, Zəngilan, Ağbənd avtomobil yolunun 113-cü kilometrli və bu magistral eyni zamanda Zəngəzur dəhlizinin giriş qapısı da adlandırılır. Hazırda biz Ağbənd qəsəbə ərazisində şərti adı Tebir adlanan tunelin girişindəyik, hansı ki buradan Ermənistan sərhədinə qədər daha 2 tunelin tikinti işlərinə də başlanılıb. Ümumilikdə isə tunellərin uzunluğu 12 km təşkil edir və verilən məlumata görə yolda təmir, tikinti işlərinin 96% başa çatdırılıb. Ümumi uzunluğu 123,6 km olan yolun 78,5 kilometrlik hissəsi 6 hərəkət zolağından, 45,1 kilometrlik hissəsi isə 4 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr, torpaq yatağının eni isə 21,5-29,5 metr arası dəyişir. Avtomobil yolu üzərində ümumilikdə 8 ədəd qovşaq, 44 ədəd alt keçid, 5 ədəd üst keçid, 314 ədəd müxtəlif diametrli yol ötürücü su ötürücü qurğu inşa edilmişdir. Layihə üzrə 24 körpünün tikintisi nəzərdə tutulub. Onlardan 23-ünün tikintisi artıq tamamlanıb, bir körpüdə isə işlər davam etdirilir. Ümumilikdə Horadiz-Ağbənd avtomobil yolunun tikintisinin 2026-cı ilin ikinci yarısında tam yekunlaşdırılması nəzərdə tutulur. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Fidan Səfər, Space xəbər, Zəngilan.